Uşaqlara baxırsan Allah, zibil vedrəsinin içine girib yazdıqlar, zibil yığırlar. Gəlin bura. Sənin neçə yaşın var? 10. Sən 9. 2 bacısınız siz. Qormayın, üzünüz düşmür. Siz orada zibil vedrəsinin içində niyə işələrsiniz? Çünkü evimizde hiç neyimiz yok. Hə? Çünkü evimizde hiç neyimiz yoktu. Atan işləyir. Niyə? İkisi de tutulup atama şerlikler. Anam da bizi atıp gelip tutulmuştu üstünde iş yaptı. Anan neyini? Bizi atıp gitmişti. He. Üstünde iş getirmişti bura. Nenemin kardeşi oğlundan geldiğine göre nenem evden çıkarttı. Anam da gitti. Ana o qovub da nənə. Nənən saxlayır sizi. Ayağı kesici. Siz indi burada nə yığırsınız zibil vedrəsində? Çöre yaklarında. 2 bacısınız. İndi mən Aslında sizin 4 uşağı büyük bacımla büyük kardeşime aparıp bana. aparıb özünə. Mənə bax, sizin telefonunuz var, yazmağa telefon nömrəsi yazmağı var özü. Nömrə desəm yadınızda saxlayarsınız. Yok. Telefonumuz var Prosu ki içinde nömrə yok. Siz hər gün burada olursunuz Batandatda. Onda yaxşı. Mən ayın 24-ü bura məhkəməyə gələcəm. Ayın 24-ü saat 4-də. Yadınızda qalar. Hə, Yasamal rayon məhkəməsinin qabağında. Ayın 24-ü gələrsiz sonra mən sizə telefon nömrəsini də verəcəm, produkt alıb verəcəm. Oldu? Yasamala. Hə. Kamran xeyriyyəsi eşitmişsiniz, qara maskalı. TikTokda danışırıq, YouTube'da da. Eşitməmisiniz, görməmisiniz, heç rast gəlmir. TikTok'a da baxmırsınız. Şeyiniz yoxdur. TikTok'un adı yoxdur. Adın nədir sən? Esma. Əsma, gözəl adın var. Sən neçə? Mələk. Mələk, neçədə oxuyursunuz? Esma. Oxumursunuz, məktəbə sizə getmirsiniz. Niyə? Böyük bacımla böyük kardeşim gelip biz gitmedik. Getməmisiniz. Paltarınız da yoxdur, elə budur. Mənim indi nömrəm yoxdur üstündə ki, kağız çek verəm sizə. Ruska zad da yoxdur. İndi məndə ruska olmalıdır. Darıxmayın sizə mən nömrəmi yazıb verəcəm. Sosial Yardım Nazirliyi sizə köməklik eləyir. Nənənin zadım, hə? Yok. Nenem çayıqda kəsilib, prosu nə qədər getmişi verməyiblər. Sosial yardım nənənin kağıdı da yoxdur. Sosial Yardım Nazirliyi sizə yardım vermir, hə? Sən 10 yaşın var, sən də 9 yaşın. Əsma. Əslində 8 yaşım var, 9-u hələ tamamladım. Əsma, sən adın nədir? Mələk. Mələk. Allah sizin köməyiniz olsun. İnşallah əmi sizə nömrəni yazıb verəcəm. Mənlə əlaqə saxlayarsınız. Ayın 24-ü mən burada olacağam. Amma ayın 24-ündən qabaq mən bir yer var. Oradan pul götürməliyəm. Götürüm, sizə mən şey-şüzət alacağım. Oldu. Zibil vedrəsində elə iş eləməyin. İndi hələlik sizə 10 manat verdim. Amma gələcəm sizə 50 manat, 100 manat verəcəm. Allah'ın izniyle. Bayram bazarlığımız yoxdur hində. Mən sizə nömrə yazıb verəcəm. Mənə əlaqə saxlayarsınız. Sizə mən gəlib şey-şü alıb verəcəm. Oldu. Sağ olun. Desən də öpeyim. Desən də öpeyim. Sağ olun. Dedim mən sizə gəlib yardım edəcəm. Oldu. Sağ olun.